Bunlar həmin o xəbərləri xalqa çatdırmaq istəyən kişilər və qadınlardır. Onlar keçən il öz işlərini görərkən qətlə yetiriliblər. Vaşinqtondakı Museum muzeyindəki xatirə lövhəsinə 82 yeni ad əlavə edilib. Fotojurnalist Əhməd İsmail Həssən Əl-Səmədi Bəhreyndə hökumətə qarşı keçirilən etirazları çəkərkən güllə ilə vurulub. Atası onun öldürülərkən istifadə etdiyi kameranı saxlayır. Onun qətli ilə bağlı heç kəs məhkum edilməyib. Mən bu il və bundan əvvəlki illərdə qətlə yetirilən hər şəhid üçün ədalətin öz yerini tapacağına ümid edirəm. Bu, Amerikanın Səsinin müxbiri Mükərrəm xanın son reportajıdır. O, Pakistanda məsciddə ibadət edərkən qətlə yetirilib. Atif bu divarda adı həkk olunan, əsasən mətbuat azadlığı olmayan və müharibə gedən ölkələrdə öldürülən 2200 jurnalist sırasındadır. Keçən il Suriya ən çox jurnalistin öldürüldüyü ölkə olub. Burada təkcə bir ildə 29 jurnalist öldürülüb. NBC kanalının müxbiri Richard Engel təhlükələrdən xəbərdardır. O və onun iş yoldaşları keçən il Suriyada girov götürülmüşdü və onlar 5 gündən sonra azad edilmişdilər. Ölkədə bəzi ərazilərə bir qruplaşma, başqalarına isə digər silahlı dəstə nəzarət edir. Paytaxt hökumət qüvvələrinin əlindədir. Amma yerdə qalan ərazilərdə kimin hara nəzarət etdiyi aydın deyil. Güman edirəm ki, gələn ildə Suriya bu siyahıda geniş tərkibdə təmsil olunacaq. Keçən il jurnalistlər üçün təhlükəli ölkələrdən ikincisi Somali oldu ki, orada bir ildə 12 jurnalist qətlə yetirildi. Bundan sonraki yerlərdə isə Pakistan və Braziliya gəlir. Richard Engel həmin jurnalistlərin sevdikləri iş uğrunda masa arxasında deyil, əllərində qələm, ayaqlarında çəkmə öldüklərini deyir. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi.